Qurd ləqəbi ilə tanınan repçi Fərid Eminova ağır itki üz verib. Reperin atası Nasir Eminov vəfat edib. Bu barədə o sosial şəbəkədə məlumat yayıb. Fərid 3 mərasiminin oktyabrın 31-də keçiriləcəyini qeyd edib. Bloger Hüseyn Həsənov uzun müddət sonra sosial şəbəkədə paylaşım edib. Hüseyn bir aydır sosial şəbəkədən uzaq qalmasının səbəbini açıqlayıb. O bildirib ki, əməliyyat olunub. Hüseyn başına tük əkdirdiyini bildirib. Bir çəkiliş edirik. Onda anladım ki, artıq zamanıdır. Bəli, bu əməliyyatdır. Saç əkdirdim. Həkimdən xahiş etdim ki, başımı keçəl etməsin. Qərar verdim ki, bir ay Instagramdan uzaqlaşım deyə Hüseyn bildirib.